Elnarə uşaqlarına vaxt ayırdığı kimi şou biznesdəkilərə də vaxt ayırdı. Amma bu dəfə sığalamağa yox, cəzalandırmağa. Kimə atmaca atdı, kimlə nə danışdı? Gəlin birlikdə izləyək. Yan ışıklar, yan bakım oyan, qəlblər alırsın. Sus dodaklar, sus dilim dayan, gözlər danırsın. Əlbəttə ki, Lider mağazində. Elnarə Xəlilovanın həmkarları haqqında söylədiyi fikirlər Lider mağazində. Mən Röya qədər cəsarətli deyiləm. Günay İbrahimli tamam başqa tərz ifaçıdır. Son zamanlar sosial şəbəkələrdə yaman aktivləşən sənətçi öz Instagram səhifəsində 2016-cı ilin hit mahnılarından ibarət hit parad yaradıb. Hər il eləyirəm belə, keçən il də eləmişdim. Yəni sadəcə olaraq bu mənim öz yanaşmamdır. Mənim sevdiyim bəlli bir külliyyat var, mahnılardan söhbət gedir. Bu il yaratdığı hit paraddan o qədər də razı qalmadı. Səbəbini özündən eşidək. 3 dənə onluq hazırladım mən. Heç kəsin haqqına girmək. Amma yadıma gəlir keçən il 60 ədəd idi. Bu il nədənsə bu artıq 2 dəfə az oldu. Bəs bunun səbəbi nədir? Bu il az işləmişik. Mən özümü də daxil edirəm bu səhət. Görəsən xanım müğənni özünü bu sıralamada neçənci yerdə görür? Yəqin ki, birinci onluqda siz fərqinə vardınızsa, orada məsələn Aygün Kazımovdan 3 mahnıdır, Samira'dan 3 mahnıdır, Lalədən 2 mahnıdır məsələn. Tutaq ki, o 3 mahnılardan birini ixtisar edib özümü ora bir dənə sala bilərdim məsələn. Elnarə Xəlilova o 3 onluqdan ilk onluğa özünü görərdi. Yəni də indi çox da elə görsənməsin ki, elə heç demədi, amma desəydi də, yəni mən əlbəttə ki, özümü yaxşıların sırasında görürəm. Elnarə Xəlilova sənətə yeni gələn müğənnilərə qəzəbləndi. Ordu gəlir, ordu. Onun içində 16 yaşında olan var, 17 yaşında olan var, 19 yaşında olan var, 22 yaşında olan var, 25 yaşında olan var. Ordu gəlir, amma maraqlısı odur ki, o obrazı elə mənlə də getdi elə bil. Məndən başqa elə bir heç kəs eləyə bilmir onu. Niyə mən özüm də bilmirəm. Gənclik zaman bizimdir, ləzzət alırıq hər bir andan. Gənclik həyat şirindir, doymuruq onun dadından. Boşluq var ki, insanlar o boşluğu heç kəsə doldura bilmir. İnsanlar da məndən tələb edir onu ki, əvvəlki Elnarə olsun. Elnarə xanım təəssüf etdi. Əvvəlki Elnarədən artıq əsər əlaməti yoxdur. Özünüz də görürsünüz, tamaşaçılarım da görür əslində. Bunu sezməmək, hiss eləməmək qeyri-mümkündür. Xanım ifaçı deyəsən sənətindən o ki var razıdır. O hətta təvəzzökarlıqdan kənara da çıxdı. Mənim nailiyyətlərim onlarda hələ yoxdur. Məni təkrar eləmək istəyənlər olsa, mənim kimi ifa eləmək istəyənlər olsa, o deməkdir ki, artıq mən məktəbəm. Bu meydan, bu da siz. Gəlin. Röya ilə eyni yaşdasınız, Röya dəyişmir. Bəs Elnarə niyə dəyişdi? Röya da 4-cüsünü doğanda baxacam ona. Mən Röya qədər cəsarətli deyiləm. Röyanı bir cəsarətli ifaçı kimi sırf səhnəni seçib, hər şeyi yəni belə deyək, səhnəni hər şeyin üstündə gördüyü üçün həqiqətən mən onu alqışlayıram. Çox təqdirə layiqdir bu. Bunu eləmək üçün, bunu həyata keçirmək üçün insanda böyük ürək, böyük cəsarət olmalıdır. O məndə yoxdur. Bəs görəsən Elnarə Xəlilova öz keçmiş qrup həmkarlarını az da olsa qısqanırmı? Mən başqa yerdə qabağa getdim. Onlar da bu sferada. Yəni mən bir başqa sahədə irəliləyirəm, onlar da bir başqa sahədə irəliləyirlər. Son zamanlar bir çox həmkarları tərəfindən tənqid atəşinə tutulan Günay İbrahimli haqqında sənətçi də öz fikirlərini söylədi. Günay İbrahimli tamam başqa tərz ifaçıdır. O oxuyanda mən Röya yadıma düşür. O oxuyanda mən Röya yadıma düşür. Elnarə xanım bir çox həmkarları ilə hətta rəqabətə girdi. Amma bu rəqabət o rəqabətdən deyil. Respublikamızın xalq artisti Mələkxanım Əyyubova 4 uşaq anasıdır. Əgər analardan söhbət gedirsə. Xalq artistimiz Gülyana xanım yeri gəlmişkən təzə ana olub. Təbrik edirəm onun gözəl balasını, gül balasını. Yarışırsınız. Niyə də yox? Dədəmin göğrü haqqı bizim kətdə arvadı ildə doğmayan kişiyə millət bir
tər baxır. Öyrəşmişik tək səhnədə yarışsınlar, müğənnilər qoy öz şəxsi həyatlarında da bu cür yarışsınlar. Bu gözəl yarışdır. Bu gözəl rəqabətdir. Yəni sonluğu yaxşı bitir. Respublikamızın əməkdar artisti Bəyim xanım 4 uşaq anasıdır. Bəli, yəni tək mən deyiləm. Çəkiliş vaxtı baş verən hadisəyə diqqətlə baxın. Növbət dəfə olaraq sizi görəcəyik. Ola bilər. Hər şey ola bilər. O deyir, qısqananlar çoxdur. Onların gözü var. Belə şey yoxdur. Mən göz görmüşdüm, beləsini görməmişdim.